2025-ci ilin sonuna yaxınlaşdığımız bir vaxtda ölkəmizdə pensiya təminatı ilə bağlı mühüm proseslər davam edir. Dekabr ayının pensiyaları artıq əvvəlki aylardan fərqli olaraq yenilənmiş məbləğlər əsasında ödənilir. Bilindiyi kimi 2025-ci ilin əvvəlində pensiyalar indeksləşdirilərək artırılmışdı və bu artım bütün il üzrə, o cümlədən dekabr ayının pensiyalarında da öz əksini tapır. Bu səbəbdən dekabr ayının ödənişləri artıq əvvəlki artımları tam şəkildə özündə əks etdirən yekun məbləğlərlə həyata keçiriləcək. Xatırladaq ki, 2025-ci ilin əvvəlindən pensiyalar orta hesabla 8% indeksləşdirilib və minimum pensiya məbləği 280 manatdan 320 manata qaldırılıb. Eyni zamanda təxminən 1 milyon 100 min pensiyaçı bu artımdan yararlanıb. Bu proses tam avtomatik şəkildə icra olunub və vətəndaşların əlavə müraciət etməsinə ehtiyac qalmayıb. Dekabr ayının ödənişləri də məhz həmin yeni hesablama mexanizminə uyğun olaraq veriləcək. Yəni 2025-ci ilin dekabr pensiyaları əvvəlki illərlə müqayisədə daha yüksək məbləğlərlə yekunlaşacaq. İndi isə nəzərlərimizi 2026-cı ilə çevirək. Gələn ilin əvvəlindən etibarən pensiyaların növbəti indeksləşdirilməsi gözlənilir. Artımın dəqiq faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi statistikaya əsasən, yəni ölkədə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq müəyyən ediləcək. Bu mexanizm uzun illərdir tətbiq olunur və nəticə etibarilə maaşlar artdıqca pensiyalar da avtomatik şəkildə yüksəlir. 2026-cı il üçün açıqlanan ilkin proqnozlara görə, gələn ildə orta aylıq pensiyanın 590 manat civarında olması gözlənilir. Yaşa görə pensiya alanların orta pensiyasının isə təxminən 629 manata çatacağı bildirilir. Müxtəlif mənbələrin təhlili göstərir ki, artım ümumi olaraq 7-10% aralığında ola bilər. Bu isə o deməkdir ki, pensiyaçıların növbəti ildə sosial təminat baxımından daha əlverişli maliyyə şəraiti ilə qarşılaşması planlaşdırılır. Bundan əlavə, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə sahəsinə, xüsusilə pensiyaların maliyyələşdirilməsinə ayrılan vəsaitin artırılması nəzərdə tutulub. Bu isə həm indeksləşdirmənin, həm də yeni təyin olunan pensiyaların daha dayanıqlı şəkildə ödənilməsi üçün əlavə maliyyə imkanları yaradacaq. Son illərdə bu istiqamətdə ardıcıl islahatlar aparılır və 2018-ci illə müqayisədə pensiyaların ümumi səviyyəsi 2-3 dəfə artmış vəziyyətdədir. Beləliklə, 2025-ci ilin dekabr pensiyaları əvvəlki artımları tam şəkildə əks etdirərək ödəniləcək, 2026-cı ildə isə növbəti artımlar səbəbindən pensiya məbləğlərində yenidən yüksəliş gözlənilir. Pensiyaçıları yeni ildə həm indeksləşdirmə, həm də sosial ödənişlərə ayrılan büdcə vəsaitinin artırılması fonunda daha müsbət dəyişikliklər gözləyir.